Müsəlman olan şəxs Allahın birliyini təsdiq eləyəndən sonra Peyğəmbərin və Peyğəmbərlərin nübüvvətini təsdiq eləyəndən sonra, qəbul eləyəndən sonra, yəni ya Əbazər vacibdir. Hər o şəxs ki, müsəlmandır, bu vilayəti və Əhl-i Beytin vilayətini və Əhl-i Beytin imamətini qəbul etsin. Ona vacibdir. Qaçılmazdır. Müsəlman olan şəxs gərək vilayəti qəbul etsin. Qur'andan təsdiq eləyək. Nisa surəsində deyəsən 59-cu ayəsində var deyəsən belə bir ayə. Xudavənd aləm buyurur, Bismillahirrahmanirrahim, Ati'ullah və Ati'ir-Rasul və ulil əmri minkum. Allahdan və onun elçisindən və əmr sahiblərindən itaət edin. Eyni Qur'an ayəsidir ya. Əgər qeyri-müsəlmana aid olmalı olsaydı, onda deyərdi, ya eyyuhən-nas, ey insanlar. Burada artıq bütün bəşər daxildir. Bu ya Əbazər deməklə, yəni Əbazər ki, müsəlmandır, bu məsələ müsəlmanlara aiddir. Qeyri-müsəlmanlar birdən əməl eləməsələr, işim yoxdur. Amma müsəlman oldun, hətmən gərək Əhl-i Beyti qəbul eləməlisən, mümkün deyil, qaçılmazdır. Maidə 55 ayədə buyurur Xudavənd aləm, Bismillahirrahmanirrahim, İnnəmə vəliyyəkumullah, həqiqətən sizin vəliniz Allahdır. Və Rasuluhu və onun elçisidir. وَالَّذِينَ يُقِيمُونَ الصَّلَاةِ və o kəslər ki, namaz qılarlar. وَيُؤْتُونَ الزَّكَاتِ Məsələ buradadır ya, diqqətinə baxın. وَيُؤْتُونَ الزَّكَاتِ وَهُمْ رَاكِعُونَ Namaz qılarlar, rükû halında zəkat verərlər. Bu kimdir? Çox adam çalışdı ki, rükû halını tapşırdı ki, mən namaz qılıram, da bilmirəm kimdir. Mən namaz qılan bir nəfər göndərgilən bir rükû zəkat verim, bu ayə mənə aid olsun, bacarmadılar, alınmadı da. Amma yeganə Əli ibn Əbi Talib əleyhissalam idi ki, rükûya getdi, bir sail gəldi, getirdi, üzünü verdi. Bu ayə nazil oldu. Bu ayədə də təsdiq edir ki, əvvəla müsəlmansan, müsəlmansansa, bəli, Allaha qəbul eləməlisən, Peyğəmbərə qəbul eləməlisən, ondan sonra və'ləm ya Əbazər, bil ey Əbazər, Əhl-i Beyti qəbul eləməlisən.